Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Uşaq və yeniyetmə vaxtında bizlər bir həvəsin, bir aydınlığın, bir işığın həvəsi ilə həkim olmağı seçdik. Amma o bir gözəl bir duyğudur ki, siz bir qarşınızda gələcəkdə bir həyat planı qurursunuz və onun üzərinə çalışırsınız, əziyyət çəkirsiniz, oxuyursunuz və özünüzə, bədəninizə də ziyan vurursunuz, bir növ əziyyət verirsiniz. Amma bugün, bu yaşa gəldikdə gördüyünüz işləri və faydaları ölçdüyünüz zaman və yaxud da background dediyimiz arxa planda fayda əmsalınızı gördüyünüz zaman mən şəxsən nə yaxşı ki bu yolu seçmişəm, əziyyətli, çətin, ağır yol olduğunu düşünsəm belə bu yolu seçdiyim üçün çox şadam və bir daha o gəncə, o yeniyetməyə bir daha bu yolu seç deyərdim. Nə qədər, amma bu yolun çətin olduğunu və onun ağır olduğunu öncə xatırladardım ki, bu yolu seçərsinizsə özünüz qərar verin.